Bismillah. İş həyatında ən sürətli yüksələn 4 bürc. Qoç, cəsarət və sürət. Qoç bürcləri iş həyatında yüksəliş deyildikdə ilk ağla gələnlərdəndir. Onların zirvəyə gedən yolunu aşağıdakı xüsusiyyətlər müəyyən edir. Fürsətləri gördükdə tərəddüd etmədən hərəkətə keçirlər. Çətin tapşırıqlardan və yeni məsuliyyətlərdən qorxmurlar. Bu da onları rəhbərliyin gözündə fərqləndirir. Həmişə daha yaxşısını etməyə çalışır. Xüsusən satış və sahibkarlıq sahələrində uğurludular. Səbirsizlikləri bəzən xətalı qərarlarla yol aça bilər. Oğlaq, intizam və səbir. Oğlaq bürclərinin yüksəlişi bəlkə qoç qədər ani deyil, lakin daha davamlı və möhkəmdir. Hədəfə doğru planlı şəkildə irəliləyirlər. İşləri yarımçıq qoymadıkları üçün rəhbərlik üçün etibarlı işçi profilinə tam uyğun gəlirlər. Kör-körənə hərəkət etmək əvəzinə uzunmüddətli yol xəritələri hazırlayırlar. Həddindən artıq qayda, qanunçu olmaları bəzən çeviklik tələb edən fürsətləri qaçırmalarına səbəb olur. Şir bürcü, təbii liderlik. Şir bürcləri diqqət mərkəzində olmağı və rəhbərlik etməyi sevirlər. Çətin vəzifələri üstlənməkdən çəkinmirlər. İnsanlarla asanlıqla əlaqə qururlar və güclü inandırma qabiliyyətləri var. Təqdimat və liderlik tələb edən işlərdə çox uğurludular. Həddindən artıq ego komanda daxilində uyğunsuzluq yarada bilər. Əqrəb, strateji zəka. Əqrəblər digər bürclər kimi səs-küylü deyil, daha çox pərdə arxasında qurduqları strateji həmlələrlə yüksəlirlər. Hadisələri və insanları dərindən müşahidə edərək doğru zamanı sürükləyirlər. Çətin anlarda soyuqqanlı qalmaları onları əvəz olunmaz kadr edir. Planlarını hər kəsə açıqlamadan rəqabət mühitində üstünlük qazanırlar. Həddindən artıq nəzarətçi və şübhəçi olmaları gərginlik yarada bilər.